Allah'tan ne istediğimiz şeyler varsa ve Allah'ın mülkü büyüktür. Allah Teala her bir şeye kadirdir. Allah var da zənnimiz o olsun ki ne istesek Allah Teala onu bize verebilir. Böylece Allah'ın qüdrətinə güvənimiz olsun. Və həmçinin də ən gözəl səbəblərdən və ən gözəl vaxtlardan biri də gecənin son 3də birindədir ki, insanlar yatılı olduğu vaxtda sən oyanıb Allah'tan istədiklərini və diləklərini istəyəsən. Gecənin son 3də birində qiyam vaxtı, namaz vaxtı atılan ox mütləqdir ki, hədəfinə yetişər. Dua ilə atılan ox mütləqdir ki, hədəfinə yetişər. Və beləcə insanlar çalışmalıdırlar ki, həmin o vaxtı qaçırmasınlar. Çünki Allah Subhanahu Taala öz izzətinə və cəlalına, camalına yaraşan bir şəkildə gecənin son 3də birində dünya səmasına nazil olur. Və deyir ki, hanı məndən istəyənlər ki, onların istədiyini verim. Hanı məndən bağışlanma diləyənlər ki, onları bağışlayayım. Hanı ehtiyacları mənə ərz edənlər ki, mən də onların ehtiyaclarını ödəyim.